Ramil müəllim, bəs yaxşı biz Niboşu da aldıq, iOS-u da aldıq tutaq ki bir sahə üzrə. İndi peşəkar olmaq istəyirik. Bəs bu peşəkar olmaq üçün təkcə bu sertifikatlar bizim üçün kifayətdirmi, yoxsa əlavə bir başqa bir sertifikatlara da mı ehtiyacımız var? Sertifikat baxımından əgər danışırıqsa, bu sertifikat elə bir şeydir ki, bir məcburçuluq yoxdur bir sıra hallarda ki, bu sertifikat olsun. Amma siz bunu əldə etsəniz belə, bəzi spesifik təlimlər olur. Götürək əlində boşun özünü. Siz ümumi sertifikatı alsanız belə də 3-cü səviyyə sertifikat sayılır peşəkarlıq baxımından. Amma nə boşun digər bir sertifikat kursu da var ki, bədbəxt hadisələrin araşdırılması. Kifayət qədər də gözəl sillabusu olan bir kursdur və sırf bədbəxt hadisələrin araşdırılmasında siz yeni biliklər daha ətraflı əldə edə bilərsiniz. O baxımından mövzu üzrə sertifikatlar da zamanla, burada maliyyə məsələləri, vaxt məsələləri var. Bunlara diqqət ayırmaq lazımdır. Heç vaxt da dayanmayın.